Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Deməli sizə bu gün 2022-ci ildə qəbul imtahanında keçirilmiş testlərin izahını edəcəm. Testin izahına keçməmişdən öncə onu deyim ki, kanala abunə değilsinizsə kanala abunə olub paylaşımlarımı bəyənə bilərsiniz. Və bir də bütün testlərin, izah etdiyim testlərin mənbəsini yazıram ki, açıqlama hissəsində, aşağı hissədə və təkrar testi işləməyəsiniz. Və artıq biləsiniz ki, hə, bu mənbə ilə olan testi işləmişəm. Testin izahına keçməmişdən öncə yay qrupu haqqında məlumat vermək istəyirəm sizə. Deməli, iyul ayında keçiriləcək imtahan üçün yeni qrup açılır. Dərslər 2-4-6-cı gün 20-22:00-da olacaq və bu qrupa hal-hazırda qeydiyyat davam edir. Dərslər həftədə 3 dəfə 2 saat olacaq. 31 mayda başlayıb 5 iyulda bitəcək proqram. Onu deyim ki, 20 suallıq mövzu keçiriləcək sadəcə. Ancaq dərslər keçirilməyə başlayacaq yuxarı sinifdən. Yəni aşağı sinifdən ibtidai icma quruluşu və yaxud da ki, qədim Misir mövzusundan başlamayacağam. Yuxarı hissədən başlayacağam. Çünki bilirəm ki, ən çox problemlər olan və ən çox belə deyək də mövzu səhvlər olan hissə yuxarı hissələrdir. Onun üçün yuxarıdan başlayacağam, aşağı doğru gedəcəm. Və ən sonda belə deyək də o axırıncı ki mövzular var, asan hissələr var, onları öz-özünüzə təkrar edə biləcəksiniz. Və yuxarıdan aşağıya doğru həm Azərbaycan tarixindən, həm də ümumi tarixdən gedəcəm. Və dərsdən əlavə olaraq da Dimin, OTK-nın bazı testlərini işlətdirəcəm bu belə deyək vaxtda. Bu qrup haqqında əlavə məlumat üçün aşağıda qeyd etdiyim nömrəyə yazıb əlavə məlumat əldə edə bilərsiniz. Başlayaq deməli 1-ci sualdan. 31-ci sual. 18-ci əsrin sonu, 17-ci əsrin sonu və 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinə aid ümumcəhət. Ümumiyyətlə məhdud şah hakimiyyətindən söhbət gedilməz, belə bir şey olmamışdı. Osmanlılarla sülh müqaviləsinin imzalanması yanlışdır. 17-ci əsrin sonu yox idi. Xidmət müqabilində yalnız soyurqal torpaqlarının verilməsi bu yanlışdır. Çünki əsas tiyul torpaqlarıdır. Sadəcə dərvişlərə soyurqal torpaqları verilirdi. İnzibati cəhətdən Bəylərbəyliyə bölünməsi və Cavudaq Deybəndir. Şuşanın Qarabağ Bəylərbəliyinin mərkəzi olması bu da yanlışdır. Şuşa ümumiyyətlə Qarabağın mərkəzi olmamışdır. Qarabağ Bəylərbəliyinin mərkəzi Gəncə şəhəri idi. 32-ci sual. Şeyx Cüneyd məqbərəsinin və Bakı şərq darvazalarına aid oxşarlıq. Bunu deyə bilərik ki, bunların baxın, müdafiə xarakterli memarlıq abidəsi yanlışdır. Müdafiə xarakterli qala olacaq. Burada olacaq nə? 16-cı əsrə aid idi hər ikisi də. Cavab olacaq burada Deybəndir. Daha sonra 33-cü sual. Qarabağ xanı İbrahim Xəlxanın hakimi xan fəaliyyətinə aiddir. Bu hakimiyyətə gəlmişdi 1763-cü ildən 1806-ya kimi. Deməli, Şiraz qonaqlığından sonra gəlmişdi hakimiyyətə. Şəki xanlığının məğlubiyyətə uğradılması xeyr, bu yox idi. Bir yanlışdır. Bir yanlış olduğu üçün bu variantlarda işləmə qaydası necə idi? B ilə D-ni silirik. Rusiyanın himayəsini qəbul etməsi və siz də məndən bu formada test işləyə bilərsiniz və sonda neçə düz yazdığınızı rəylərə qeyd edərsiniz. Rusiyanın himayəsini qəbul etməsi, bəli, Kürəkçay müqaviləsində 1805-ci ildə qəbul etmiş. Deməli, cavabımız 2 ilə başlayacaq. Onda A bəndində getdi. A bəndində ola bilməz. Balqaya döyüşündə Xaçın məlikçiliyinə tabe edilməsi bu yanlışdır. Bu Pənahəli xana aiddir. Bax, Qarabağ xanı İbrahim Xəlxan da Pənahəli xan Xaçın məlikçilərə qarşı mübarizə aparmışlar. Amma Xaçın məliyini tabe edən Pənahəli xandır. 3 də yanlışdır. 3 də getdi. Cavab nə? 2-4 olacaq. Qubalı Fətəli xanın hücumunun qarşısını alması. Bəli, 1780-81-ci ildə Qubalı Fətəli xan Qarabağa hücum edib və bu hücumun qarşısını almışdı. Urmiya xanı Fətəli xana qarşı yaradılmış ittifaqa qoşulması bu İbrahim Xəlil xana yox, atası Pənahəli xana aid idi. 34-cü sual. AXC-nin Bakı və Gəncə dövrlərinə aid ümumi cəhətləri müəyyən edin. Bilirik ki, 1918 iyundan sentyabrın 15-nə qədər Gəncə olmuşdur. Sentyabrın 15-dən sonra isə Bakı olmuşdur. İkinci hökumət kabinetinin fəaliyyət göstərməsi bu oxşardır. Bir doğrudur, hər ikisinə aiddir. Birin doğru olduğunu bilən kimi cavabımız 1 ilə başlayacaq. C ilə Y gedər. Silahlı qüvvələrin yaradılması istiqamətinin tədbirlər görməsi, bəli, bu da doğrudur. Deyirik ki, biz Gəncə dövründə silahlı qüvvələri yaradılmışdı. Bakı dövründə də məsələn Xəzər donanması yaradıldı. Daha sonra deyə bilərik ki, hərbi nazirlik yenidən yaradıldı. Yəni 1-2 olacaq. Deməli A da getdi, 3 də yanlışdır. Deməli burada parlamentin fəaliyyət göstərməsi ancaq Bakı dövrünə aid 3 gedir. Müəssisənin məclisinə seçkilərin keçirilməsi. Baxın, bir vətəndaşlıq haqqında qanundur. Bir müəssisənin məclisinə seçkilərin keçirilməsi. Bu yadınızda saxlayın ki, 1919-cu ilin yay ayıdır.
iyul-avqust aylarıdır. Amma iyul-avqust ayını yadınızda saxlamasanız da olar. Müəssisənin məclisinə seçkilərin keçirilməsinə aid qanunun verilməsi 1919-cu ilin belə deyək də yay ayıdır. Nədir? Vətəndaşlıq haqqında qanun da yay ayıdır. Hər ikisi də Bakı dövrünə aiddir və hər ikisi də 4-cü hökumət kabineti dövrünə aiddir. Amma ümumiyyətlə AXC-də müəssisənin məclisinə seçkilər keçirə bilmir. Bilirik ki, tam şəkildə keçirilmədi. Amma keçirilməsi ilə bağlı qanun verildi. Deməli 3 ilə 4 deyil, cavab olacaq 5 olacaqdır. Azərbaycan ərazisində mövcud olan Sovet hakimiyyətinə orqanlarına qarşı mübarizə aparılması. Bu Gəncə dövründə olmuşdu. Bakı Xalq Komissarları Sovetinə qarşı mübarizə aparılmışdı Gəncə dövründə. Həmçinin Sentrokaspiyə qarşı mübarizə aparılmışdı. Bakı dövründə deyək ki, nəyə qarşı? Muğan Sovet Respublikasına qarşı mübarizə aparılmışdı. O da elə Sovet hakimiyyəti idi. Cavab olacaq 1, 2, 5. Deməli 35-ci sual. Qarabağ müharibəsindən fərqli olaraq 2-ci Qarabağ müharibəsi dövründə Ermənistan havadarlarına dəstək alınmadı. Xeyr, dəstək almışdı. Bir yanlış olduğuna görə A ilə C gedir. Azərbaycan ordusu qısa müddət ərzində məğlub edilməz erməni ordusunun yükünü dağıtdı. Bəli, doğrudur bu. 2-yə doğrudur. Və cavabımız 2 ilə başlayacağını bilirik. Çünki yadınızda saxlayın ki, 1-ci Qarabağ müharibəsində Azərbaycan məğlub olmuşdu. 2-ci Qarabağ müharibəsində isə qalib gəldi. Və bu sadəcə 2-yə aiddir. C ilə nədir? D ilə Y də gedər, cavab qalacaq 2, 4. Rusiyanın yaxından iştirakçılı atəşkəsə nail oldu. Bu hər ikisinə aiddir. Ona görə bunu götürmürük. Azərbaycan hərbçiləri Daşaltı əməliyyatını uğurla başa çatdırdılar. Bu sadəcə 2-ci Qarabağa aiddir. 1-ci Qarabağ müharibəsində məğlub olmuşduq. Onun üçün cavab olacaq 2, 4. Deyək ki, döyüşlərdə fərqlənən hərbçilərin müxtəlif orden və medallarla təltif olunması. Bu da nəyə aiddir? Sadəcə ikinci, bu oxşar xüsusiyyətdir. Oxşar xüsusiyyət olduğuna görə 5-i də götürmürük. Cavab olacaq 2, 4. 36-cı sual. Deyək ki, 20-ci əsrin 50-ci illərin ikinci yarısı, yəni 50-ci illərin ikinci yarısı 1955-dən sonra. Baxın, 50-ci illərin ikinci yarısı deyir. 1955-dən sonra. Ermənistan SSR-dən Azərbaycan əhalinin Azərbaycan SSR Kür Azovağına köçürülməsi. Bu ümumiyyətlə 1948-53-dür. Onun üçün bu düşmür, yanlışdır. Ermənistan SSR-də fəaliyyət göstərən pedaqoji institutun Azərbaycan bölmələri bağlandı. Bəli, bu 55-dən sonradır. Konkret ili yazılmır, amma 55-dən sonradır. Bu ikinci yarısına. Cavab B olacaq burada. Azərbaycanlıların Ermənistan SSR arasında kütləvi şəkildə deportasiya prosesi başa çatdırıldı. Bu da 1953-dür. O da ikinci yarısına düşmür. Onun üçün bunu götürməliyik. Daha sonra D-yə baxırıq. Ermənistan SSR-də rəhbərliyinə ilk dəfə Dağlıq Qarabağın Azərbaycandan alınıb onlara verilməsi məsələsinin qaldırılmasına şərait yaradıldı. Bu 1945-ci il deyə bilərik. 1945-ci il var idi bu. Daha sonra Y bəndi 2000 hektardan artıq Azərbaycan torpağının Ermənistan SSR-ə verilməsi haqqında qərar verilmişdi. 1969-da verilmişdi. Ancaq Heydər Əliyev birinci rəhbərlik dövründə buna icazə vermədi. O torpaqların Ermənistana verilməsinə. 37-ci sual. 8-ci əsrin ortalarında Abbasilər sülaləsinin hakimiyyətə gəldikdən sonra vergilərin miqdarı yenidən artırılır. Həm də Sasani dövründə olduğu kimi xərac məhsula görə deyil, torpaq sahəsinə görə toplamağa başlanıldı. Və vergiləri ödəyə bilməyənlərin övladları qula çevrildi. Xilafətdən mətndə bəhs olunan siyasəti səbəb oldu. Nəyə? Xilafətə qarşı çıxışlara. Cavab olacaq C bəndi. Həmçinin Abbasilərə qarşı Azərbaycanda ən böyük çıxış elə deyil ki, Xürrəmlər hərəkatı idi. 38-ci sual. Deyək ki, hadisə nəticələrlə doğru verildiyi cavab doğrular lazımdır. Əmir Teymurun 1387-ci ildə Azərbaycanı tərk etməsi. Təbriz şəhəri əhalisinin üsyan qaldıraraq Teymur qoşunlarını məğlub etməsi. Bu yanlışdır. Bu olmuşdu. Sadəcə bu 1405-6-cı illərdə olmuşdu. Hansı ki, İbrahim şimalda Teymurları məğlub etdi. Təbriz şəhərdə üsyan qaldırdı. Dedi ki, İbrahimi dəvət etdi Təbrizə. Bu həmin vaxt olmuşdu. 1387-də olmamışdı. Bizə doğrular lazımdır. Hülakü xanın Bağdad tutması, Abbasi xilafətin süqut etməsi 1258. Bu doğrudur. Cavabımızın 1-2 olacaq. Və bir yanlış olduğuna görə biri silirik. 3. İraq Səlcuq hökmdarı Sultan Mahmudun Şirvana yürüş etməsi Didqor döyüşündə bu 1123-dür. 1123-dür. Didqor döyüşündə Şirvanşahların Səlcuqlara kömək etdi. Bu belə bir şey yoxdur. Şirvanşahlar orada nə Səlcuqlu tərəfindən idi, döyüşürdü, nə də ki Gürcü tərəfindən idi. Onun üçün 3-də yanlışdır. Və cavab olacaq nə? 2-4 olacaq. Sədrut döyüşündə Qaraqoyunluların Teymurlara qalib gəlməsi demək bu olmuşdu 1408-də və Teymurların Azərbaycandakı hakimiyyətinə son qoyuldu. Daha sonra növbəti sual.
Babillər hərəkatı və Məşrutə hərəkatı 1, 2, 3 olacaq. Qacarlar sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. Bu hər ikisinə aiddir. 3-ə getdi A. Daha sonra hərəkatın gedişinə şahın məclis çağırılması ilə bağlı qərar verməsi. Bu Məşrutəyə aiddir. Zəncan şəhərində etiraz çıxışlarının baş verməsi hər ikisinə aiddir. Deməli 3-ə olacaq AC, 3-ə AC olacaq. Bunlar hamısı gedir. Bir dənə variant qalır. 2-ə də B olduğunu görürük. Bir dənə variantda A bəndi qalır. 2-ə BD olacaq. Hər bir şuranın yaradılması. 1-ə də A olacaq. Nə? Y bəndi olacaq. İlk dəfə qadınlarla kişilərə hüquqların bərabərliyin tələbinin irəli sürülməsi. Bu qadınlara hüquqlar verilməsi içində Taypilin hərəkatında da vardı. Onu da yadımızda saxlayaq. Hansısa qəbul imtahanında düşmüşdü belə bir sual. Daha sonra 1932-ci il Millətlər Cəmiyyətinə daxil olan dövlət. Deməli, bu Türkiyə olacaq, 5 olacaq. 1 Rusiyadır, 4 Fransadır, 3 Almaniyadır, 2 də Böyük Britaniya ərazisidir. 1 bu ərazi İspaniyadır. Daha sonra bu ərazidə İtaliya ərazisi olacaq. 41-ci sual. Böyük Səlcuq və Atabəylər dövlətinin oxşar cəhəti. Monqolların hücumuna məruz qalması. Böyük Səlcuq imperiyası Monqolların hücumuna məruz qalmamışdır. Qərbi Avropa səhifçilərinə qarşı mübarizə aparması sadəcə nədir? Bu Böyük Səlcuqa aiddir, Atabəylərə aid deyil, onun üçün götürmürük. Deməli Səlcuqlar 1096-99-cu ildə bunların hücumuna məruz qalmışdı. Bizans imperiyasına hücum edilməsi Böyük Səlcuqa aiddir, Atabəylərə aid deyil. Şirvanşahlar dövlətinin salınması hər ikisinə aiddir. Xərzəmşahlar tərəfindən süquta uğradılması Atabəylərə aiddir, Səlcuqa aid deyil. Cavab olacaq D bəndi. 42-ci sual. Neolit və enolit dövrlərinə aid oxşar cəhətlər. İstehsal təsərrüfatının mövzu olması doğrudur. 1 olacaq. Cavabımız 1 ilə başlayacaq. C-ni, B-ni, D-ni silərik və 3 olacaq. Gildən saxsı qablarının hazırlanması, metaldan əmək əşyalarının, bəzək əşyalarının hazırlanması səhv olacaq, çünki bu enolit dövrünə aiddir, neolitə aid deyil. 1-3 daha sonra 4 yanlışdır. Ovçuluq və bağçılıq əsas məşğuliyyət sahəsi olması yanlışdır. 5 olacaqdır. Cəmiyyətdə qadınların mövqeyinin üstün olması Y bəndi. Osmanlı dövləti uyğunluğu müəyyən edin. Deməli 14-cü əsrin ikinci yarısı, baxın test işləyəndə də ikinci yarısı desə 1350 plus yazın. 15-ci əsrin birinci yarısı 1400 və bu illərdə olanları götürür. Çirmən döyüşündə Orxan Qazinin qələbə qazanması, Çirmən döyüşündə Orxan Qazi deyildi. Çirməndə Murad idi. A yanlışdır. Bir dənə variant getdi. Muradın Serbiyanı asılı salması, bəli, elə Çirmən döyüşündə 1371-də. Bu doğrudur. 1 olacaq B. Bursa şəhərinin fəth edilməsi 1326-dır. Bu da yanlışdır. C də yanlış olacaq. Qaraqoyunlu Qara Yusifin himayə edilməsi, bəli, 1394 Bağdad döyüşündən sonra İldırım Bəyazıd onu himayə edirdi. 1 olacaq nə? B ilə D. 1-ə B ilə D olduğu üçün 2 dənə variant qalır. Teymurilərlə mübarizə aparılması, bəli, 1402-də Teymurilərlə mübarizə aparmışdı. A olacaq bir də. Cavab olacaq Y bəndi. Bəyazidin Bolqarıstan fəthini başa çatdırmışdı 1396 Niqbol döyüşündə. Bu aid deyil, çünki 15-ci əsrin birinci yarısını soruşur. Uzun Həsənlə müharibə aparılması, bu 1461 və sonradır. Bu da 15-ci əsrin ikinci yarısıdır. Bu da yanlışdır. Misirin tabe edilməsi də Sultan 1-ci Səlimin dövrünə aid 1517-ci ildir. Bu da yanlışdır. Osmanlı mövzusunun bu hissəsindən bir dənə sual mütləq düşəcək. 44-cü sual. Napolyon kontinental qitə blokadası elan etməkdə məqsəd nə idi? Fransa və Alman asılı olan ölkələri İngiltərə ticarət etməsini qadağa qoymalıdır. Bu da Fransanı iqtisadi cəhətdən zəiflədirdi. Cavab olacaq, bu da C bəndi. Deməli, daha sonra 45-ci sual. Uyğunluq gözlənilmişdir. Sasani ərəb mövzusuna mütləq 1-2 sual düşəcək. Ən az 1-2 sual oradan gəlir. O hissələrdə təkrar edin. Sasanın birinci şapur. Ümumiyyətlə bir dənə belə qeyd yazın. Birinci şapur, deməli birinci Vaçe. Birinci Vaçe. Birinci şapur, birinci Vaçe. Bu 250-ci illərdə hakimiyyətdə olub. Birinci şapurla birinci Vaçe 250-ci illərdir. Yəni birinci şapurla birinci Vaçeyə münasibət olub. İkinci şapurla Urnayr. İkinci şapurla Urnayr olub. O da 350-ci illərdir təxminən. İndi burada variantlara baxaq. Deyir, uyğunluq gözlənilmişdir. Sasani şahı şapurla müttəfiq əlaqə saxlardı. A sözcüyün yanlış. Dedi ki, birinci şapur, birinci Vaçe idi. Girdiman vilayəti məskunlaşmışdı. Türk mənşəli Sabirlər. Doğrudur. Məzəşər hərəkatı başlamışdı. 6-cı əsrin 80-ci illəri 580. Bu yanlışdır. 480-da başlamışdı. Amid döyüşündə Bizansa qarşı vuruşda Alban hökmdarı Urnar
Alban hökmdarı onlar bir amiddə olmuşdu, amma həmin vaxtda Bizans yox idi. Hələ Roma idi. Onun üçün D yanlışdır. Məzəşilər hərəkatını yatırmışdı Sasani şah 1-ci Xosrov yox. Deyir ki, yatırmışdı nədir? 1-ci Qubat. Onun üçün Y bəndə səhvdir. Daha sonra 46-cı sual. Eramızdan əvvəl 4-cü əsrdə Hindistan və Yunanistan tarixinə aid ümumi cəhət. Burada olacaq ümumi cəhət Makedoniya dövlətinin hərbi hücumuna məruz qalması. Deməli, Hindistan Makedoniyanın hücumuna məruz qalmışdı. Nə vaxt? Deyirik ki, 327-də, Yunanistan isə 338-də. Bizansla müharibədə qələbə qazanması, bu heç bir bunlar Bizansla müharibə aparmayıb. Əhəməni hökmdarı 1-ci dairənin yürüşünə məruz qalması, bu nədir? Yunanistana aid edilsə, Hindistana aid deyil. İlk dövlətlərin yaradılması 4-cü əsr tarixinə aid deyil. Üzr istəyirəm. Bu 1-ci dairə 4-cü əsr heç birinə aid deyil. Roma imperiyası ilə müharibə aparmaları xeyr. Bu dövrdə də heç bir Roma ilə müharibə aparmamışdır. Daha sonra 47-ci sual. 2-ci Dünya müharibəsindən sonraki dövr tarixinə aid, yəni 1945-dən sonra. Deməli, sonraya aiddir. Atlantika xaritəsi 2-ci Dünya müharibəsi dövründə idi. Bir yanlışdır, bir gedər. Falkland böhranı 1982 İngiltərəyə aiddir, sonraki dövrünə aiddir. Ulster problemi 1960-cı illərə aiddir, bu da aiddir. Cavab olacaq nə? 2-3 olacaq A bəndi. Evian sazişi ümumiyyətlə Böyük Britaniya tarixi yox, Fransa tarixinə aiddir. Fransa Evian sazişindən 1962-ci ildə deyir ki, Əlcəzairə müstəqillik vermişdir. 48-ci sual. Qızıl Ordu dövləti mövcudluğu dövründə Azərbaycan. Bu 1243 götürüş Qızıl Ordu dövlətinin təxminən yaranması 1502-yə kimi. Bu dövrdə deyir ki, Azərbaycan Xərzəmşah Cəlaləddin yürüşünə məruz qalmışdı. 1225-də düşür, 43-dən əvvəl deyil. Atabəylər dövlətinin tərkibində olması. Atabəylər dövləti 1225-də süqut etmişdi. Bu da düşmür. Cəlalilər dövlətinin tərkibinə qatılmışdır. Bəli. 1359-67-ni götürə bilərik və həmin dövrdə Qızıl Ordu dövləti mövzusu. Cavab olacaq C bəndi. Məzəyyətlər sülaləsi tərəfindən idarə edilirdi. Yanlışdır. Çünki Şirvanşahlar deyək ki, məzəyyətlər idarə etmişdi. Amma o da 861-1027 idi. O da uyğun gəlmir. Monqolların ilk dəfə hərbi yürüşünə məruz qalması 1220-ci illərdir. Bu da uyğun gəlmir. Cavab olacaq C bəndi. 49-cu sual. Məntiqi ardıcılığı tamamlayın. Makedoniya imperiyasının parçalanması Atropaten dövləti yarandı və Azərbaycanda vahid türk xalqı formalaşmağa başladı. Cavab olacaq A bəndi. Ümumiyyətlə bu imtahanda asan idi bu suallar, amma situasiyası çətin idi. Yəni imtahanın özü asan idi. Ümumiyyətlə sualları demək olar ki, asan idi, amma situasiyası bir balaca çətin idi. Pyotrun hakimiyyət dövrü 1682 1725-ə kimi. Deməli, bir dənə buradan qeyd edəcəm sizə. Əgər vaxtınız azsa, tam təkrarlaya bilmirsinizsə, ən az Rusiyadan 1-ci Pyotrdan 2-ci Aleksandr təkrarlayın. Baxın, yenə deyirəm, vaxtınız varsa hamısını oxuyun. Heç kim güvəncə vermir ki, konkret sual məsələn bundan düşəcək ya ondan düşəcək. Amma əgər vaxtınız varsa, xüsusilə 2-ci Pyotrdan 2-ci Aleksandr çoxlu təkrar edin. Yəni o hissələr. Yəni ən çox o hissələr. Amma heç kim güvəncə vermir ki, konkret bu mövzulardan düşəcək. Amma əsasən gördüyümüz imtahanlar bu hissələrdən daha çox düşür. Yəni daha çox düşür. Amma digər 1-ci Aleksandr olsun, Yekaterina olsun, bunlardan da düşə bilər. Amma çalışın bütün hamısını təkrarlayın, nəzərdən keçirin. Qərbi Avropa böyük elçisi göndərmişdi. Bəli. 1699-1700-cü ildə. Bir doğrudur. Cavabımız 1 ilə başladığı üçün biz A-nı, D-ni, B-ni silirik. Rusiyanın Qara dənizə çıxış əldə etməsi 1774-dür. Bu kiçik Kaynarca sülh müqaviləsi. Bunu Osmanlı mövzusundan da oxumuşuq. Bilirik. 2 onun üçün yanlışdır. Bunun dövrünə düşmür. 2 də yanlışdır. C gedir. Cavab qalar Y bəndi. Baxaq digər variantlara. Şimal İttifaqını yaratdı. Bəli. Böyük elçisi getdi. Şimal İttifaqını yaratmışdı. Dekabrislər üsyanının baş verməsi Nikolaya aiddir. 1825-ci ildə bu yanlışdır. Osmanlılarla Pruç sazişini imzalaması da 1711 Pyotra aiddir. Cavab olacaq 135 Y bəndi. Deməli, 51-ci sual. Şah Abbasın hərbi inzibati islahat keçirməkdə məqsədi nə idi? Səfərlərin itirilmiş torpaqlarını geri qaytarmaq, sarsılmış qüllələr bərpa etmək. Belə A olacaq. Deyir ki, ordunun yalnız qızılbaşlardan yanlışdır. Çünki deyir ki, ordu daimi orduda yaradılırdı, nə bilim, qulamlar yaradılırdı, topçular, tüfəngçilər yaradılırdı. Bu yanlışdır. Qızılbaşların tək başına silah gəzdirmək hüquqlarını təmin etmək xeyr, ləğv edirdi. Tayfa başçılığında ilsiz prinsipini tətbiqi yox, ləğv edirdi bunda. Deməli,
Ordunun yalnız kəndli təbəqəsindən seçilməsi və sayının artırılmasını təmin edir. Xeyr, ümumiyyətlə yanlışdır. Ümumiyyətlə yalnız olanda çalışın ki, bu əsasən səhv olur. Yəni yalnız olanda əsasən həmin variant səhv variant olur. Xəritədə ştrixlənmiş 8-ci əsr tarixi, yəni 700-cü illər. Bu ərazi aiddir, İspaniyaya aiddir. Ərəblər tərəfindən işğal edilməsi Əməvilər dövründə 711-ci ildə bilir ki, İspaniyanı tutmuşlar. İslam dininin yayıldığı ilk ərazi yanlışdır. İslam dininin yayıldığı ilk ərazi bu ərazilərdir. Frank hökmdarı Xodvik tərəfindən ələ keçirilmişdir, yanlışdır. Frank hökmdarı Frank hökmdarı deməyək də. Frank nədir? Karl Martel tərəfindən məğlub edilmişdi ərəblər. Amma Xodvik tərəfindən ələ keçirilməmişdi. Atilla'nın yürüşünə məruz qalmışdı. Bu yanlışdır. İspaniya Atilla gəlib çıxmamışdı. Müqənnanın başçılığı ilə xilafətə qarşı xalq hərəkatı baş vermişdi. Bu da Mərkəzi Asiyaya aiddir. Bu da yanlışdır. Keçdik açıq tipli suallara. Baxın, bir məsləhət verim sizə. Kim ki, məsələn, ümumi proqramda hansı hissələri bilmir, konkret mövzuları oxuyub gedirsə, qapalı testlərdən bilmirsinizsə yazmayın. Yəni, əgər sual belə deyək də, bilmirsinizsə cavabını yazmayın. Qapalı testlərdən. Amma açıq tipli testdən çalışın hamısını yazın. Çünki açıq tipli testlərdən bilirsiniz ki, səhv düz aparmır və o da sizə kömək edəcək. Birdən hansısa sual düz yaza bilərsiniz. 1860-cı illər tarixinə aid olanları tapmalıyıq. Deməli, Azərbaycanda məhkəmə islahatının keçirilməsi 1866-dır. Ümumi məhkəmələr yaradıldı, bir doğrudur. ABŞ-da 1-ci İstiqlaliyyət müharibəsinin başa çatması 1783-dür. Bu aid deyil. Deməli, 2 yanlışdır. Cənubi Qafqaz canişinliyi 1844-dür. Bu da yanlışdır. ABŞ-da Cənubi Ştatlarının quldarlığının ləğv edilməsi 1862-dir. Bu da doğrudur. Cavab olaraq 1 və 4. 54-cü sual. Aid olduğu deyək ki, dövlətlərin ərazisində xəritədə müəyyən edin. 10-cu əsrin ikinci yarısında yaranmışdır. Yəni 950-dən sonra yaranmışdır. Plus. Səlcuqlar tərəfindən varlığına son qoymuşdur. Bu hansı dövlət idi? 3 Gəncə idi, Şəddadilər dövləti. Bir də 4 olacaq, Rəvvadilər dövləti. Cavab nə olacaq? 3 ilə 4 olacaq. Daha sonra 55. Xəzər xaqanlığı və Salarilər dövlətinin tarixinə aid oxşar cəhət 10-cu əsrdə süqut etmələri doğrudur. Xəzər 965-də, Salarilər isə 981-də. Ərəb xilafətinin parçalanması nəticəsində yaranmışdı Salarilər. Xəzər xaqanlığı Qərbi Göytürk dövləti süquta uğrayandan sonra yaranmışdı. Bizans dövləti ilə müttəfiq olmaları bu aid deyil. Slavyanların hücumuna məruz qalmaları bəli. Xəzər xaqanlığı Slavyanlar tərəfindən süquta uğradılmışdı. Salarilər də Slavyanların hücumuna məruz qalmışdı. Bərdə faciəsi 944. Əməvilərin hücumuna məruz qalmaları yanlışdır. Xəzər xaqanlığına aiddir, Salarlərə aid deyil. Daha sonra deməli 56-cı sual. 56-cı sualda onu deyim ki, Nika üsyanı çıxarılıb proqramdan. Ya da öyrənməyə ehtiyac yoxdur. Fransa krallığının yaradılması 843-dür. VD müqaviləsində. Karl Martel 732-dir. Ərəbləri. Xodvikin Suasan döyüşünə qalib gəlməsi də 486-dır. 57-ci sual. Uyğunluğu müəyyən edin. 1992-ci ilin yayında Ağdərə rayonu azad edildi. Daha sonra 1994-cü ilin yanvarında Horadiz. Biri A olacaq, 2-də də Y olacaq sadəcə. Manufaktura və aqrar iqtisadiyyatdan sənaye və maşınların istehsalına üstünlük təşkil etdiyi iqtisadiyyata keçid tarixdə sənaye inqilabı adlandırılmışdır. Bu proses İngiltərədə ortaya çıxmış, buradan bütün dünyaya yayılmışdır. Bir çox amillərlə bərabər İngiltərənin dəmir, fez və kömür kimi xam mal ehtiyatları ilə zəngin olması, savadlılıq səviyyəsinin yüksək olması bu ölkədə sənaye inqilabı prosesində mühüm rol oynamışdır. Qərbi Avropada və Şimali Amerikada iqtisadiyyatındakı köklü dəyişikliklərin baş verdiyi bu dövr 1760-1840-cı illər adlanır. 58-də deyir ki, mənbədə qeyd olunan tarix proseslə bağlı ortaya çıxan texnoloji yeniliklərə aid bir nümunə. Buxar mühərriklərindən istifadə. Bir dənə nümunə bunu yaza bilərdiniz. İndi hal-hazırda da proqramda qalan odur. Digərləri əvvəlkilər artıq proqramdan da çıxarılıb. Bir dənə buxar mühərriklərinin istifadə olunması yadımızda saxlayaq. 59. Almaniyada sənaye çevrilişinin mənbədə göstərilməyən tarixdən daha gec baş verməsinin siyasi səbəbini yazın. Vahid dövlətin olmaması. Daha sonra 60. Sənaye çevrilişinin İngiltərədə başlamasına zəmin yaradan və mənbədə qeyd olunmayan amillərdən ikisini yazın. Satış bazarlarının olmasını yaza bilərik. İşçi qüvvəsinin olması və kapitalizmin inkişaf etməsi. Bunların hər birini yaza bilərdik.